Hanımlar ve cənablar, təcili yayma çıxmaq məcburiyyətində qaldım. Qardaş, Türkiyədə inqilab başladı artıq. Qardaş, Türkiyədə inqilab artıq başladı. Əziz həmvətənlərim, bugün səhər-səhər bütün repressiyalardan sonra nəhayət ki, Türkün səsi, Türk devlətinin ümidi Əkrəm İmamoğlu, prezidentliyə namizəd Əkrəm İmamoğlu, yəni artıq partiya qərar vermişdi, namizəd o olasıydı. Hər cürə baskı elədilər, axırda həbs elədilər və inqilaba qalxdı artıq. Şəhərlər, bölgələr qalxır ayağa, inqilaba, Türk xalqı inqilaba qalxır. Amerika Ağ Ev bəyanat verdi, cəhənnəmin qapıları açılacaq bəyanat verdi. Aləm dəydi bir-birinə dostlar. Artıq İlham Əliyev kimi, Erdoğan kimi vazgeçilməz deyil bunlar və bunların yerinə gələnlər də, İlhamın yerinə gələn, Erdoğan'ın yerinə gələn, Krıma da girəcək, hər şey eləyəcək NATO'nun tərkibində. Avropaya da yaxınlaşacaq, nəyi var Erdoğan'dan da yaxşı. İlham Əliyevi orada saxlayan, 13-cü ildən bəri Erdoğan da İlham Əliyevi orada saxlayan, 13-cü ildə o Rüstəm İbrahim Bəyovzad, o Milli Şura, həmən vaxtı Putin İlham Əliyevi dəyişmək istəyirdi. Dəyişmək istəyirdi, Erdoğan qoymadı. Və bilirsiniz, Heydər Əliyev məktub yazmışdı, Erdoğan Türkiyədə olanda oğlumu sağ tapşırıram. Değerli həmvətənlərim, değerli soydaşlarım, artıq sentyabr ayında Putin yox olacaq. Artıq bunu mən demirəm, böyük güclər deyir, Avropa deyir, dünya mən çox böyük güclərlə əlaqədəyəm. Onlar deyir, hətta gördünüz ki, Simpsonların çizgi filmində də Putin 20 sentyabrda yox olacağı göstərildi. Dostlar və değerli həmvətənlərim, dünyada dəhşətli gedişatlar var. Aləm deyib bir-birinə. İlham Əliyev ağzımı açan kimi kanallarımı bağlayır. Ağzımı açan kimi, canlıya çıxan kimi kanallarımı bağlayır. Sizlərdən xahiş edirəm. İlham Əliyevin, yenə deyirəm, bu baharda sonudur ya ilk bahar sonudur, ya sonbahar sonudur. Gəlirəm Azərbaycana, mən elə belə söz demirəm sizə. Dostlar, indiyə kimi bəli 23 bir neçə ildir deyirdim, İlham gedəcək. Ümidiniz sönməsin deyə deyirdim. Mübarizədən qırılmayasınız deyə deyirdim. Artıq Türk xalqı sonudur. Xalq qalxır meydana. NATO ordusu xalqın yanında olacaq. Türk ordusu NATO ordusudur. Değerli həmvətənlərim, Erdoğan üçün yolun sonu göründü. Türk xalqı meydanlara qalxdı. Artıq inqilabdır Türkiyədə. İnqilab başladı Türkiyədə. Metroları bağlayıblar, yolları bağlayıblar. 23-nə kimi bütün toplantıları qadağan eləsələr də xalq inqilaba doğru hərəkət eləyir. Meydanlara doğru hərəkət eləyir. İlham Əliyevin də sonudur. Xahiş edirəm, aktiv olun, ayıq olun. Kanallarımıza Haqsızlığa Susma 19, Haqsızlığa Susma 20. Değerli həmvətənlər, İnqilab TV 8 TikTok kanalları, Haqsızlığa Susma YouTube kanalı. Birazdan Qənimət bəyin efirinə çıxacağam. Aləm deyib bir-birinə. Artıq diktatorların sonudur. Hərəkət başladı. Avropanın dayanmadan yollar, havalar, dənizlər, hər şey ordunu daşıyır. Avropa ordusu. Almanya 500 milyarda böyük səs çoxluğundan rəy verdilər Almanya ordusuna. Trilyon ayrılır, trilyon. Nəinki 500 milyar. Dostlar, diktatorlardan canımız qutaran vaxtı. Görürsünüz, o qədər danışıram, əlaqədəyəm ki, səsim də batır. Xahiş edirəm, aktiv olun. Bütün kanallara bildiriş sənə gəlməsə də gündə bir dəfə Haqsızlığa Susma 19, 20, İnqilab TV yaz, gir. Gör nədən danışıram. Nə deyirəm sənə? Bəlkə elə Azərbaycanda da başlayacaq hərəkət. O düymə, hərəkət düyməsi basılmağa qalıb. İlhamın qələmi çoxdan qırılıb. Hərəkət etmə, inqilabın düyməsi basılmalıdır. O düymə basıla bilər. Hər an aktiv olun, hər an hərəkətdə olun, hər an ayıq olun. Hazır olun. Birinci komanda ilə qalxacaq zəyə. Birinci komandaya hazır olun.